Bəzi adamlara dəyər verdikcə özlərini daha qürurlu, daha kibirli, daha yüksəkdən aparır və səni əzir və ya əzməyə çalışır. Ancaq bəzi adamlara dəyər verdikcə kiçilir, kiçildikcə böyüyür, böyüdükcə səni də böyüdür. Qəşəng anlaşmadır. Mütləqdir bu. İnsanlarda insana fərq vardır. Adam ona görə eyni tempdə yaşamaq olmur ki, hamı ilə eyni münasibəti qurmaq olmur. Məcbursan, yaxşı, o dərəcəyə çatmışıq ki, bayaq o mühafizəsi ilə də söhbət edirəm. Deyirəm ki, o dərəcəyə çatmışıq ki, cəmiyyətdə biz yaxşı adam, pis adam ayırırıq. Halbuki yaxşı alma olar ki, bəzəklidir, çürüyü yoxdur. Yaxşı maşın olar ki, bunun ön kamerası var, nə bilim, dörddür. Yaxşı adam olmamalıdır. Adam normal olmalıdır. Adam səxavətli, vicdanlı, qeyrətli, əli açıq, nə bilim, ləyaqətli. İnsan belə olmalıdır. Normal insan belə olmalıdır. Ancaq biz o qədər pis adamlar görürük ki, normal adamı görəndə deyirik ki, bu yaxşı adamdır. Yaxşı adam sözü yoxdur. Yaxşı o sifəti adam o isminə bağlı olmamalıdır. Adam normal olmalıdır. Adam bir cür olur.